Bulaq TV'nin adını dəyişib İran TV yazın. Maraqlı şərt. Gəlin bir yerdə buna cavab verək. İlk öncə onu deyim ki, bu şərh mənə şəxsən maraqlı gəldi. Hətta düşündüm ki, bu adda bir səhifə açsam. Amma təəssüf ki, məndən öncə açılmışdı deyə platforma qəbul etmədi. İkinci növbədə isə sən bizi İranı açıq-aşkar müdafiə etməyimizə görə ittiham edirsən. Bəli, düz bilirsən. Mən pərdəsiz, çəkinmədən və böyük qürurla İran İslam Respublikasını müdafiə edirəm. Bəs niyə? Bir dövləti və ya bir quruluşu tanımaq üçün məncə ilk növbətə onun düşmənlərinə baxmaq lazımdır. İran İslam Respublikasının düşmənlərinə baxanda isə haqla batil arasındakı pərdə çox açıq şəkildə görünür. Instagram, Facebook, TikTok və bu kimi platformalarda İranı özlərinə düşmən bilib söyən troll səhifələrdən tutmuş, və batılara qədər qatili kimi dünyada nifrət simvoluna çevrilmiş siyonistlərdən tutmuş, Epstein adasında hər cür irgəncliklər törədən rəhbərlərə qədər hamısı istisnasız olaraq İran İslam Respublikasının əleyhinə çalışıb. Benjamin Netanyahu dəfələrlə açıq şəkildə deyib ki, onların ən böyük və ən ciddi problemləri İranladır. Bu mənim sözüm deyil, onun öz etirafıdır. 7 oktyabrdan sonra dünya eyni cümləni təkrarladı. Fələstinə dəstək, BMT və digər beynəlxalq qurumlar isə üzlərini çevirdi. Və dünya yenə şahid oldu ki, Allah Taala'nın vəd etdiyi kimi zalimların üzərinə göydən od alov yağdıran yeganə real güc İran idi. Bəlkə deyəcəksən ki, İsrailə qarşı başqa ölkələr də mövqe göstərir. O cümlədən Türkiyə. Cavab isə elə Rəcəb Tayyib Ərdoğanın öz sözlərindədir. Deyir ki, bizim İsrail dövləti ilə problemimiz yoxdur, bizim problemimiz Netanyahu ilədir. Bunu da cənab Ərdoğan demişdi. Mən bütün bunları və bu videoya sığmayan yüzlərlə faktı görüb bu bayrağa, bu düşüncəyə və bu məktəbə xidmət edirəm. Əgər sən həqiqi ilahi ədalət yolu ilə gedən başqa bir güc göstərə bilərsənsə, onda gəl Bulaq TV-ni və bu yolda çalışan komandanı qına. Əks halda isə bu mövqe birincili seçimdir. Bu mövzu sizin üçün də maraqlıdırsa, fikrinizi şərhdə yazın. Razısınızsa paylaşın, razı deyilsinizsə yenə də yazın.